Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Sərhəddən təcili xəbər, gəlsələr Azərbaycanla müharibə olacaq. Ermənistanda yeni gündəm. Qarsda Türkiyə-Ermənistan görüşü, Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizində irəliləyişi elan etdi. Ərdoğan Ermənistana dəvət edildi. İranın Ermənistana yolu bağlandı. Trumpın krala hərəkəti gündəm oldu. Həmin detal. Ermənistanda gözlənilən seçkilərdə xarici aktorların bu və ya digər siyasi qüvvəyə birbaşa dəstəyi diplomatik prinsipləri pozmur. Telegraf xəbər verir ki, bunu erməni politoloq Rail Manukyan deyib. Ekspertin sözlərinə görə Avropa İttifaqı Rusiyanın iyunun 7-sində keçiriləcək parlament seçkilərinə müdaxiləsinin qarşısını almaq üçün hərəkətə keçib. Radikal müxalifət Avropa İttifaqı rəsmilərinin Ermənistana səfərlərindən narahatdır. Çünki yaxşı bilirlər ki, onların Nikol Paşinyana münasibəti müsbətdir və Ermənistanın baş nazirini müsbət mənada təqdim edəcəklər. Amma Avropa rəsmiləri ehtiyatlıydılar, açıq şəkildə dəstək bəyanatları verməyəcəklər. Manukyan hesab edir ki, Robert Köçəryan, Samvel Karapetyan və ya Qaqiq Sarukyan hakimiyyətə gəlsə, sülhü pozacaq və Ermənistanı Azərbaycanla yeni müharibəyə aparacaqlar. Bu simalar tamamilə Rusiyanın pozğun siyasi-ictimai ənənəsinin məhsuludurlar. Mafiozdurlar, idarəetmə qaydaları qeyri-qanuni kriminal vasitələrə əsaslanır. Rusiyada Ermənistanda sabitliyi pozmaq üçün aqressiv qrupları maliyyələşdirəcək. Hazır olmalıyıq. Ermənistana bu məqsədlə böyük həcmdə qeyri-qanuni pullar daxil olur. Politoloq əlavə edib ki, Ermənistan vətəndaşları seçkilərdə sülh və müharibə arasında seçim edəcək. Bundan əlavə Ermənistan Azərbaycanla sərhəd bölgəsindəki silah anbarlarını bağlayır. Ermənistan mediası Noyonberyan bölgəsindəki bir neçə sərhəd kəndində yerləşən anbarların artıq bağlandığını yazır. Hraparak nəşri qeyd edir ki, kəndlərdə kişilərin adlarına qeydiyyatda olan onlarla silah anbarlarda saxlanılır. Hər kənddə 4 sakin silah anbarında növbətçilik edir, buna görə də maaş alırdı. Bir neçə gün əvvəl həmin silah anbarları bağlandı və silahlar Noyonberyan hərbi hissəsinə aparıldı. Hakimiyyət buna səbəb kimi Azərbaycanla sülhün əldə edilməsini göstərir. Qeyd edirlər ki, sülh əldə edildiyi üçün artıq sərhəd kəndlərində əhalinin adına qeydiyyatdan keçmiş silahları saxlamağa ehtiyac yoxdur, nəşr bildirir. Amerika Birləşmiş Ştatları Türkiyə və Ermənistan birgə işçi qrupunun iclasını alqışlayır. Bu barədə Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Tom Barak bildirib. Səfir görüşü regional əlaqə və sülh quruculuğu üçün əhəmiyyətli mərhələ adlandırıb. Türkiyə və Ermənistan rəsmiləri Qars şəhərində görüşəcək. Qars-Gümrü dəmir yolunun yenidən qurulması üçün birgə işçi qrupunun yaradıldığını elan etdilər. Bu yol bir əsrdən çox müddətə bölgəni birləşdirən əsas ticarət və tranzit yolu kimi xidmət edib. Sonuncu qatar 1993-cü ilin iyul ayında Türkiyə-Ermənistan sərhədini keçdi, bundan sonra bağlandı. Amerikalı səfir vurğulayıb ki, əldə edilmiş irəliləyiş Trumpın beynəlxalq sülh və rifah yolu təşəbbüsünün TRIP layihəsinin yaratdığı vizyonu əks etdirir və 8 avqust Vaşinqton görüşünün nəticəsidir. Aprelin 29-da Zəngəzur vilayətində Noravan-Qafan avtomobil yolu qaya uçqunu nəticəsində bağlanıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə yerinə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin, Regional Xilasetmə Şöbəsinin yanğın söndürmə və xilasetmə dəstəsinin yanğın söndürmə briqadası göndərilib. Məlumata görə uçqun nəticəsində Sisyant-Sev-Latev avtomobil yolunun 31-ci kilometrliyində təxminən 10 kubmetr həcmində qaya uçqunu baş verib və yolun bir hissəsi bir tərəfli olub. Qeyd edək ki, bu İranla Ermənistanı bağlayan magistraldır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçiriləcək 8-ci toplantısına dəvət olunub. Telegraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Türkiyə tərəfinin Ermənistanın rəsmi dəvətinə cavabı hələlik məlum deyil. Rəcəb Tayyib Ərdoğan indiyədək Avropa Siyasi Birliyinin 3 iclasında iştirak edib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın Böyük Britaniya kralı 3-cü Charlesla görüşdə etdiyi zarafatlar medianın gündəminə çevrilib. Trump İngilis kralının Ağ Evdə rəsmi qarşılanma mərasimindəki çıxışından öncə Charles'ın ləhcəsinə istehza edib. Siz konqresdə elə gözəl çıxış edəcəksiniz ki, hər kəs sizin aksentinizə həsəd aparacaq, o deyib. Trump bildirib ki, şəxsən Kapitoliyə baş çəkmək niyyətində deyil, lakin kralın çıxışını uzaqdan izləyəcək.
ABŞ prezidentinin Britaniya ilə tarixi əlaqələrdən danışarkən bu ölkəni kiçik krallıq adlandırması birmənalı qarşılanmayıb. Trump anasının Charlesa münasibətini də xatırladıb. Qeyd edib ki, anası Charlesa hələ şahzadə olarkən aşiq idi. Gənc Charlesa baxın, o çox şirindir deyən anam ona aşiq idi. İnana bilirsinizmi? ABŞ prezidenti bildirib. ABŞ-də səfərdə olan Böyük Britaniya kralı 3-cü Charles Donald Trumpa sualtı qayıqdan götürülmüş gəmi zəngi hədiyyə edib. Bu barədə CNN məlumat yayıb. Simvolik hədiyyə olan zəng Böyük Britaniyanın hərbi dəniz qüvvələrinə məxsus sualtı qayıqdan götürülüb. Charles bildirib ki, sualtı qayığın Koning qülləsində olan zəng orijinaldır. Bu hədiyyə iki ölkənin tarixi irsi arasındakı əlaqəni vurğulayıb. Sizə bu hədiyyəni təqdim etməkdən məmnunam. Qoy bu ölkələrimizin ortaq tarixinin və parlaq gələcəyinin sübutu olsun. Bizimlə əlaqə saxlamaq lazım gələrsə, zəng edin. O bildirib. ABŞ prezidenti Donald Trump The Daily Mail qəzetində onun Britaniya kral ailəsi ilə əlaqələrinə dair gedən məlumata münasibət bildirib. Donald Trump zarafatla uzun müddətdir ki, Buckingham sarayında yaşamaq istədiyini deyib. O, bu barədə Truth Social-da paylaşım edib. Həmişə Buckingham sarayında yaşamaq istəmişəm. Bir neçə dəqiqədən sonra bunu Böyük Britaniyanın kralı 3-cü Charles və kraliçə Camilla ilə müzakirə edəcəyəm. Aprelin 27-sində 3-cü Charles və həyat yoldaşı Camilla 2007-ci ildən bəri ilk dövlət səfəri üçün ABŞ-yə səfər ediblər. Londonun Vaşinqtonla xüsusi münasibətlərini əvvəlki səviyyəyə qaytarmaq məqsədi daşıyan səfər aprelin 30-nadək davam edəcək. Qeyd edək ki, Buckingham sarayı Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahıdır. The Daily Mail qəzetinə görə səfərin ilk günündə Trump Böyük Britaniya kralı 3-cü Karlın çiyninə yüngülcə vurmaqla protokol qaydalarını pozub.